Ay millət, İranda müharibə gedir, Azərbaycana ixrac eləyəcək məhsulları dayandırdı. Bunu əvvəldən mən demişdim. Fantastik şəkildə qiymət artımı olacaq. Mən də sizə deyirəm, dərhal ərzaq alın. 1-2-3 tay un alın, 10 kilo, 20 kilo düyü alın, dərman ləvazimatıdır. Müəyyən elə şeylər, hətta apteklərdə qıtlıq olacaq. Hələ xaos, hələ cənubdan bura qaçqın axın olacaq. Nələr olacaq? İlham kimdir ki, mən ərazimi bellirəm ərazimi? İlham Əliyev kiminsə tulasıdır, onu Paşinyan deyə bilər. Paşinyanı xalq seçibdir. Xalqı qozuna almır İlham Əliyev, ona görə İlhamı saxlayan Trump var. Trump'ın daşyaqlarından tutub, ağzından belə tutubdur. Putinin daşyaqlarından tutub ağzından və salam. İlham Əliyev. Belə. İlham Əliyev Azərbaycanı xaosa sürüklədi. Azərbaycanda qıtlıq olacaq. Bu boyda neft, qaz ölkəsi, qeyri-neft sektorunu poxa döndərən İlham Əliyev, kənd təsərrüfatının içinə dırıqlayan İlham Əliyev, bu hamısı İlham Əliyevin günahındandır. Neftdən, qazdan asılı vəziyyətə ölkəni salmasaydı, ölkəmizdə fabriklər, zavodlar, üretim güclü olsaydı, adicə Allahın cənub zonasında hər cürə sitrus meyvələri yetişir, mandalin var cənub zonasında, ağzına qoyan elə bir ki, bal dəriyir. Göt verənlər məhv elədi İlham Əliyev. Niyə? Öz adamları, öz monopoliyası xaricdən gətirsin. Dünyanın ən gözəl kartoşkası Gədəbəy toz kartofu, toxumu belə 80 qəpiyə alıb səfərik 1 manada. Çıxan kartoşkanın qiyməti 50 qəpik olur. Bəli, anamızı ağladıblar. Su tapırıq özümüzü içməyə, qapıda olan itə pişiyə su verməyə. Bu cəmaatın 70% su tapır, bu ağacı məhsulunu nə ilə sulasınlar? Gürcüstanda nərdəysə suyu pulsuz verirlər. Qardaş get, içməli su pulsuz, ağac üçün, heyvan üçün, təsərrüfat üçün pulsuz. Hələ adama pul verirlər ki, get, becərcinə. Ölkəni neftdən, qazdan asılı eləyən İlham Əliyev, gökdən qoyduran İlham Əliyev. İndi nə deyir? Müharibə gedir. İran məhsulları dayandırdı, bahalıq yarandı. Dümbələk, amcello, cıncıq oğlu cıncıq. Nə danışırsan sənə? Azərbaycan xalqının qozu fındığı dünyanın harasında var? Niyə zamanında məhv edirsən? Dümbələk oğlu dümbələk. Məyər neftimiz, qazımız da İrandan gəlir ki, ildə bir dəfə qaldırırsan, 2 dəfə qaldırırsan. Sən sadəcə İlham Əliyev, bu xalqın düşməni, sən düşməni. Göt oğlu göt. Xaricdə neft qaldırılır, Azərbaycan da qaldırır. Qaz qalxır, Azərbaycanda qalxacaq. Xaricdə enəndə, amma Azərbaycanda enmir. Bu nətər olur? Gökdən qoyduran İlham Əliyev. Biz niyə İrandan balıq almalıyıq? Biz niyə dünyanın 20 dənə ölkəsindən balıq almalıyıq? Azərbaycanda 700-dən çox çay var. Hələ süni gölləri demirəm, hələ Xəzəri demirəm. Niyə İlham Əliyev, sənin o Alyonaya, gəlinə girən lülüşün var, mənim parmağım qallıqda. Onu boyda dəstə, göyərtli dəstəsi 1 manat, 2 manatdır arvadının mağazinlər zəncirində. Nətər olur, onun bu boyda dəstəsi tozda 20 qəpikdir. Ələ sığmır ha. Onu onda 5 yerə bölürlər, 6 yerə gətirib onu 1 manata satırlar, manat yarıma. Nətər olur bu? Gül kimi, çiçək kimi balalarımız, gənclərimiz niyə diplom alıb hamısı qaçmalıdır hamballığa, Rusiya, Ukraynaya, nə biraz imkanı olan Qərbə, Amerikaya? Azərbaycanda 10 minlərlə uşaq məktəbə imkansızdan gedə bilməməlidir. Niyə 500 məktəb qəzalı vəziyyətdə olmalıdır? Axı İlham Əliyev Suriyada məktəblər tikdirmirmi? Nə oldu?